Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Kıymetli cemaat, Allah Teala'nın müvəffəqiyyəti, onun yardımı ve köməkliyi ilə Şeyh Muhammed İbni Abdülvahhab İbni Süleyman Təmimi, Allah Teala ona rəhmət etsin, 3 əsas və onların dəlilləri kitabını oxumağa davam edirik. Böyük alim Şeyh Muhammed İbni Salih El-Üseymin, Allah Teala ona rəhmət etsin, şərhi, izahı ilə. Keçən dərsimizdə biz mələklərə iman gətirmək haqqında öyrəndik. Mələklərə iman gətirmək və mələklərə iman gətirməyin əhatə etdiyi 4 mövzu. Bu dərsimizdə isə bəzi mələklərin əməlləri haqqında xüsusilə öyrənəcəyik. Eləcə də mələklərə iman gətirməyin faydaları haqqında məlumat sahibi olacaq. Buyurur ki Şeyh Muhammed: "Və qad yakunu li ba'dihim a'malu xassa." Mələklərin bəzilərinin xüsusi vəzifələri, əməlləri vardır. Mithlu Cibril el-Əmin, Cəbrail əleyhissalam kimi. O, Allah'tan vəhiy gətirən mələkdir. Peyğəmbərlərə, elçilərə vəhiy gətirən mələyin adıdır Cəbrail aleyhissalam. Mithlu Mikail, Mikail aleyhissalam. Hansı ki, onun vəzifəsi yağışı yağdırmaq, həmçinin bitkilərin yetişməsi. Allah Teala ona o vəzifəni vermişdir. Onun əli ilə yağış yağır. Mithlu İsrafil, İsrafil aleyhissalam və o, demək, sura üfürməklə vəzifəli olan mələkdir. O 2 dəfə sura üfürəcək. Bir, qiyamət saatı vaxtı, 2, məxluq qəbrindən qalxıb diriləndə. Mələkul Məvt, ölüm mələyi. Onun vəzifəsi insanın ölümü çatdıqda onun ruhunu bədənindən çıxarıb almasıdır. Malik, hansı ki o, cəhənnəmin gözətçisi olan mələkdir. Cəhənnəmin xazini, yəni gözətçisi olan mələkdir. Sonra insanın ana bətnində ikən ona demək gələn mələk. İnsan ana bətnində 4 ayında ikən Allah Teala bir mələk göndərir və o mələk gəlir insanın ana bətnində, anasının qarnında ikən ona 4 şey yazır. Onun ruzusun, onun əməlin, onun ömrün, onun xoşbəxt və ya bədbəxt olacağın o mələk orada onun üçün yazır. Sonra Adəm övladının, insanların əməllərini qoruyub saxlayan və onları yazan mələklər. Hər bir insanın demək sağında və solunda mələk vardır. Sağ və sol çiynində mələklər vardır. Onlar Adəm övladının əməllərini yazırlar və eləcə də onların savabını qoruyub saxlayırlar. Qəbirdə sorğu-sualı edən mələklər. İnsan qəbrə qoyulduqda 2 mələk gəlir, onu oturtur, onu danışdırır və sonra sənin Rəbbin kimdir, sənin dinin nədir və sənin Peyğəmbərin kimdir deyə onu qəbirdə sorğu-sual edir və bunlar bizim bildiyimiz bəzi mələklərin adları və xüsusi əməlləri haqqındadır. Mələklərə iman gətirməyin olduqca faydalı xeyirləri vardır. Yuthmiru thamaratun cəlilə. Çox gözəl, qiymətli faydalar var. Bunlardan birincisi, el-ilmu bi'azametillahi Teala və quvvetihi və sultanihi. Allah Teala'nın əzəmətini bilmək, onun qüvvətini bilmək, onun hər şeyin sultanı, hakimi olmağını bilmək. فَإِنَّ عَظَمَةُ الْمَخْلُوقِ مِنْ عَظَمَةِ الْخَالِقِ. Həqiqətən də məxluqun əzəmətli olması Xaliqin əzəmətli olmasından xəbər verir. Mələklər əzəmətli məxluqlardır. Cəbrail aleyhissalamın 600 qanadı var. Yəni, bu cür əzəmətli bir varlığı xalq edib yaradan Allah ondan daha çox, daha artıq əzəmətlidir. Rasul s.ə.v buyuruyor ki, Allah Teala mənə arşı daşıyan mələklərdən biri haqqında danışmağa icazə verdi. Onun qulaq əti ilə çiyninin arası 700 illik yol məsafəsidir. Allahu Ekber. 700 illik yol məsafəsi. Əgər Allah'ın yaratmış olduğu mələk bu qədər əzəmətli və böyüdürsə, gör aləmlərin Rəbbi olan Allah nə qədər güclü, qüvvətli və əzəmətlidir. Demək, Allahın əzəmətini bilmək, onun qüvvətini bilmək. İkinci, Allah Subhanahu Taala'ya təşəkkür edib ona şükür etmək. İnsanlara qarşı olan
diqqəti və qayğısına görə. Belə ki, onların hər biri üçün Allah Teala vəzifəli mələklər təyin edib. Onların sağ və sol çiyinlərində otururlar və əməllərin yazırlar və onların əməllərin qoruyurlar və onların başqa bir xeyirləri üçün çalışırlar. Allah Teala bunu mələklərə vəzifə olub. Hər insana da Allah Subhanahu Teala bu mələkləri göndərib ki, aləm övladının xeyirli işləri üçün onlara köməklik edib çalışsınlar, əməllərin yazsınlar və onun savabını qoruyub saxlasınlar. Üçüncü, mələklərin Allaha ibadət edən şəxslərə qarşı olan sevgisi və məhəbbəti. Həqiqətən də mələklər Allaha ibadət edən, ona itaat edən şəxsləri sevirlər və onlara qarşı məhəbbətləri var. Mesela Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur ki: "Ellezîne yahmilûnel arşe ve men havlehu yusebbihûne bihamdi rabbihim ve yu'minûne bih ve yestağfirûne lillezîne âmenû." Arşı daşıyan və onun yanında olan mələklər Rəblərini zikr edib ona təsbihlər deyirlər. Və möminlər üçün isə Allahdan bağışlanma istəyirlər. Allahdan bağışlanma istəyirlər, həmçinin cəhənnəm əzabından xilas olub qurtulmaları. Və qad ənkara qavmun minəz-zâiğîne kevlil mələikəti əczâmə. Bəzi qövmlər olublar ki, mələkləri inkar ediblər. Tamamilə inkar edənlər də olub və yaxud da bəziləri deyiblər ki, mələklər demək cismani varlıqlar deyirlər. İnnəhum ibaratun an quvvel xayril kəminətun minəl məxluqat. Ayədə təksibun li kitabillahi Teala. Onlar deyiblər ki, mələklər yəni xeyri qüvvədir. Xeyri bir qüvvədir. Və bu da Allah Teala'nın kitabını yalan saymaqdır. Peyğəmbər s.ə.v-in sünnəsini yalan saymaqdır və müsəlmanların icmasını yalan saymaqdır. Mələklər cismani varlıqlardır. Mələklər cismani varlıqlardır. Allah Teala buyurur ki: "Elhamdülillahi fatiris semavati vel ard, ca'ilil melaiketi rusulan uli ecnihatin methna ve thulâthe ve rubâ." Həmd olsun göyləri və yeri yaradan Allaha, mələkləri elçilər edən Allaha. O mələklər ki, 2 qanadlı, 3 qanadlı və 4 qanadlı elçilərdir. Allah Teala onların halından xəbər verir. Onların bəzilərinin 2 qanadı, bəzilərinin 3, bəzilərinin 4 qanadı var. Fatir surəsi 1-ci ayə. Allah Teala buyurur ki: "Vələv tərə iz yetevəffəl-ləzīne kəfərul-mələikə yadribuna vucuhahum və adbarahum." Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər. Bu da dəlalət edir ki, onlar cismani varlıqlardır. Allah Teala buyurur ki: "Vələv tərə iz-zalimun fi gamaratil maut vel mələikatu basitu eydihim axricu enfusakum." Axricu enfusakum. Yəni mələklərin əlini uzatması ki, çıxarın canlarınızı. Bu da dəlalət edir ki, Ən'am surəsi 93-cü ayə mələklər cismani varlıqlardır. Allah Teala Səba surəsi 23-cü ayədə buyurur: "Hatta izə fuzzi'a an qulubihim qalu məzə qala rabbukum qalul haqq və huvel aliyyu el-kəbir." Nəhayət mələklərin qəlbindən qorxu keçib getdikdən sonra onlar deyərlər: Rəbbimiz nə buyurdu? Rəbbimiz nə buyurdu? Allah Teala cənnət əhli haqqında deyir ki: "Vel mələikətu yedxuluna aleyhim min kulli babin selamun aleykum bima sabartum feni'me uqbad-dar." Mələklər cənnətin hər bir qapısından onların yanına daxil olub deyəcəklər, daxil olacaqlar. Dünyadakı çətinliklərə səbr etdiklərinizə görə sizə Allahın salamı olsun. Hamısı Quran-ı Kərimdə olan ayələrdir. Ra'd surəsi 23-24. Səhih Buxari və Səhih Müslimdə Əbu Hüreyrədən rəvayət olunan hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm bu ki, həqiqətən də Allah Teala bir qulunu sevdikdə Cəbraili çağırır. Ona deyir ki, Allah filan qulu sevdi, sən də onu sev. Cəbrail də onu sevir. Sonra Cəbrail bütün səma əhlinə səslənir ki, Allah Teala filan qulun sevir, siz də onu sevin. Və əhl-i səma onu sevir. Əhl-i səma onu sevir və sonra yer əhlində onu sevməyi buyurur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "İzə kənə yevmul cüm'ə
كان على كل باب من أبواب المسجد ملائكة يكتبون الأول فالأول. Hər cümə günü məscidin qapısının ağzında demək mələklər əyləşirlər. Onlar bir-bir gələnləri yazırlar. Bir-bir gələnləri yazırlar. فَإِذَا جَلَسَ الْإِمَامُ طُوُّ الصُّحُفَ وَجَاءُوا يَسْتَمِعُونَ الذِّكْرَ. Elə ki, imam oturur, xutbəyə başlamağa minbərinə səhifələri büküb bağlayırlar, gəlib oturub xutbəyə qulaq asırlar. Gəlib oturub xutbəyə qulaq asırlar. Və həzihin nusus, bütün bu naslar, dəlillər, sarihə, açıqdır ki, ennəl mələikətə əcsamun la quva mə'nəviyyə. Mələklər cismani varlıqlardır, mənəvi güc və ya qüvvə deyildir. Necə ki, demək, o bəzi iddiaçılar, yalanlar bunu söyləyirlər. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mənə arşı daşıyan mələklərin biri haqqında danışmağa icazə verildi. Onun qulağının yumşaq əti ilə çiyninin arası 700 illik yol məsafəsidir. 700 illik yol məsafəsidir. Allah Resulü sallallahu aleyhi və səlləm 2 dəfə Cəbraili öz surətində görür. Deyir, gördüm ki, onun 600 qanadı var və üfüqü örtüb. Bununla da mələklərə iman dərslərimiz yekunlaşıb tamamlandı. İnşallah gələn dərsimizdə biz kitablara iman haqqında öyrənəcəyik. Allah Teala bizləri eşidib başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin.